İnsanlar 250 il yaşaya bilər. Bəzi futuristlər və uzun ömürlülük sahəsində çalışan tədqiqatçılar yaxın 10 illiklər insan ömrünün kəskin uzana biləcəyini iddia edirlər. Hətta bəzi proqnozlarda orta yaşam müddətinin 2040-cı ilə qədər 250 ilə çata biləcəyi qeyd olunur. Lakin alimlər bunun hələ elmi konsensus olmadığını və daha çox nəzəri fərziyyə sayıldığını vurğulayırlar. Harvard Universitetinin genetika professoru David Sinclair yaşlanmanın əsas səbəblərindən birinin hüceyrələrin epigenetik məlumat itkisinin olduğunu bildirir. Nature Aging jurnalında dərc olunan araşdırmada yaşlanmanın qismən geri çevrilməsi imkanlarından bəhs edilir. Futurist Ray Kurzweil isə Longevity Escape Velocity adlanan nəzəriyyəni müdafiə edir. Bu yanaşmaya görə tibbin inkişaf sürəti insanın yaşlanma tempini üstələyə bilər. Mütəxəssislər bildirirlər ki, süni intellekt, gen terapiyası və hüceyrə yenilənməsi sahəsində böyük irəliləyişlər olsa da, hazırda insanların 250 il yaşayacağını təsdiqləyən elmi sübut yoxdur. Statistik araşdırmalar isə insan ömrünün nəzəri olaraq 130 ildən yuxarı ola biləcəyini göstərir.